Hər kəsə salamlar, mənim gözəl izləyicilərim. Demək, eltimin imtahanı var idi, müəllimləri və imtahandan uğurlu nəticə yığsam, bir şeylər qeyd eləyərik demişdi və burada gördüyünüz kimi hazırlıq eləyirik və mən təklif etdim ki, gəlin çöldə əyləşək, qəşəng havada sərindir. Çöldə süfrəni hazırladıq, boşqabları falan düzdür və mən bu anı ölümsüzləşdirmək üçün videoya çəkmək istədim. Süfrəni hazırladıq. Uşaqlar da gördüyünüz kimi özləri üçün orada balaca bir ocaq düzəltməyə çalışıblar. İçində kartoşka bişirəcəklər. Qızlarla köməkləşirik. Onlar həmişə mənə kömək edirlər. Boşqabları düzməyə, stəkanları düzməyə, çörəyi, salatı süfrəyə qoymaq üçün, sonra axırda süfrəni yığışdırmağa çox sağ olsunlar. İndi də kömək edirlər və buradan bilirəm ki, mənim qəşəng izləyicilərim var. Hər birinizi öpürəm, qucaqlayıram. Təşəkkür edirəm sonsuz dərəcədə ki, bizim kanalımızı, bizim səhifəni səbirlə izləyirsiniz. Tam dəstək gözləyirəm hər kəsdən. Abunəliyinizdən çıxmayın, like etməyi, şərh yazmağı unutmayın. Bəzi insanlar şərh yazmağa çəkinirlər, istəyirəm ki, amma heç ehtiyac yoxdur. Şərh yazın, nəyi bəyənmirsiniz, nəyi düz eləmirik və ya nəyi etməyimizi istəyərdiniz ki, məsəl üçün də gizdən paç videosu çəkin, ya uşaqlarla nə bilim sırf gəzinti videosu çəkin. Ürəyiniz nəsə təklif edin və biz o şəkildə davam edə bilərik. Sizin də burada bugün nə iş görürsünüz ki? Mangal qalamısınız? Siz aşçısınız? Bunun bu palçıq işlərini... 3 bacı bir qardaşın gücü görək bugün 2 kartoşkanı nətər pişirəcəklər. Bax, kartoşka da buradadır. Burada əziyyət çəkir. Atam ki, şeydir, 5.000 dənə əti yarım saat pişirdi. Biz 2 dənə şeyi... Kartoşkanı 5 saat pişirdi. Yarım saat hələ yandırmışım. Burada çox önəmli işlər gedir Mete müəllim tərəfindən. Salam Mete. Mete bilə. Ata göstərsin. Burada bununla işlər görür. Burayı çək. Və közdən istifadə edib, qəşəng çaydanımızı da közdə qaynatdıq, dəmlədik. Amma süfrəni qurmağımıza baxmayaraq, sonunda uşaqlar bizlə əyləşə bilmədilər. Çünki bir ağca qanat var idi, inanılmaz dərəcədə. İnsanın gözlərini yeyirdi o dərəcədə. Uşaqlar durub süfrəyə getdilər sonra. Və mən burada nanə cövhərlə, qəşəng közdən qaynanmış çayla qəşəng çay dəmləyirəm. Onu da biraz gecikdik, çünki artıq namaz vaxtı idi, namaza gecikirdik. Namazımıza gedənə qədər falan biraz gec oldu. İzləyən hər kəsə təşəkkür edirəm. Kanalımızı izləmədə qalın. İnşallah daha maraqlı videolar gələr. Hər kəsə uğurlar arzu edirəm. Sağ olun.